Hər birimizin demək olar ki, hər gün bir-birinə verdiyi o məşhur sual: zaman niyə bu qədər sürətlə keçir? Daha dünən yeni ilə girdiyimizi düşünürük, amma artıq ilin ortasındayıq. Bazar ertəsi işə və ya dərsə başlayırıq. Gözümüzü açıb yumuruq ki, artıq həftə sonu gəlib. Uşaqlığımızdakı o uzun, bitməyə bilməyən günlər, aylar sanki yoxa çıxıb. İndi zaman sanki ovcumuzun içindəki qum dənələri kimi sürətlə sürüşüb gedir. Bəs bunun səbəbi nədir? Bu sadəcə yaşlandıqca bizə elə gələn bir hissdir, yoxsa arxasında böyük bir gizli həqiqət və qorxulu bir sirr dayanır? Bu sualın cavabını tapmaq üçün həm 1400 il əvvəl bizə xəbərdarlıq edən dini mənbələrə, həm də müasir elm dünyasının ortaya qoyduğu heyrətamiz faktlara baxmaq lazımdır. İlk olaraq İslam mənbələrinə və Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləmin möcüzəvi xəbərdarlıqlarına nəzər salaq. 14 əsr əvvəl elmin və texnologiyanın olmadığı bir dövrdə Allahın Rəsulu qiyamətin ən böyük əlamətlərindən birini belə bəyan etmişdi. Zaman yaxınlaşmadıqca, yəni sürətlənmədilərsə, qiyamət qopmaz. Elə bir vaxt gələr ki, bir il bir ay kimi, bir ay bir həftə kimi, bir həftə bir gün kimi, bir gün isə bir saat kimi keçər. Bir saatın keçməsi isə sanki bir od qırpımının alışıb sönməsi qədər olar. Bu hədsi diqqətlə düşünün. Bugün tam olaraq həmin dövrün daxilində yaşamırıq. Böyüklərimiz həmişə deyir ki, əvvəllər bir günə o qədər iş sığdırardılar ki, yenə də vaxt qalardı. İndi isə səhər oyanırıq, bir neçə xırda işi çatdırmamış artıq axşam olur. Dini alimlər bunu zamanın bərəkətinin çəkilməsi ilə izah edirlər. İnsanlar harama meyl etdikcə, şükür azaldıqca, ömrün və zamanın daxili bərəkəti də yox olur. Saniyələr eyni saniyədir, dəqiqələr eyni dəqiqədir, amma bizə verilən o vaxtın içi sanki boşaldılıb. Yaxşı, bəs elm bu barədə nə deyir? Elm dünyası da zamanın bizə niyə sürətli gəlməsini çox qəribə fərziyələrlə izah edir. Bunlardan birincisi Şuman rezonansıdır, yəni yer kürəsinin ürək döyüntüsü adlanan təbii vibrasiyası. Uzun əsrlər boyu bu vibrasiya saniyədə 7,8 Hz olaraq sabit qalıb. Amma son illərdə aparılan ölçümlər göstərir ki, yer kürəsinin bu tezliyi sürətlə yüksəlir. Bəzi alimlərin fikrincə, dünyanın bu daxili sürətlənməsi bizim bioloji saatımıza təsir edir. Yəni biz 24 saatlıq bir günü yaşayırıq, amma bədənimiz və beynimiz bunu sanki 16 saatmış kimi qəbul edir. İkinci elmi və psixoloji səbəb isə tamamilə bizim gündəlik həyatımızla bağlıdır. Rutin və monotonluq. İnsan beyni yeni məlumatları və xatirələri qeyd edərkən zamanı daha uzun qəbul edir. Uşaq olanda hər gün yeni bir şey öyrənirdik. Hər anımız macera idi. Ona görə də uşaqlıq illəri bizə bitməz-tükənməz görünürdü. Amma böyüdükcə həyatımız standart bir rutinə çevrilir. Hər gün eyni iş, eyni yol, eyni hərəkətlər. Beyin artıq yeni heç nə qeyd etmədiyi üçün keçmişə baxanda zaman bizə uçub getmiş kimi gəlir. Bunun üzərinə bir də müasir dünyamızın ən böyük bəlasını əlavə edin. Sosial şəbəkələr və telefon asılılığı. Səhər duran kimi əlimizə aldığımız o kiçik ekranlar, shorts videoları, TikTok chartları beynimizdəki dopamin balansını alt-üst edir. Ekran qarşısında keçən 2 saat bizə 10 dəqiqə kimi gəlir. Biz fərqində olmadan ömrümüzün ən dəyərli saatlarını rəqəmsal dünyada bastırırıq. Texnologiya həyatımızı sürətləndirdikcə bizi zamandan qoparır. İnternet vasitəsilə dünyanın digər ucundakı insana bir saniyədə çatırıq. Məsafələr qısalır. Elə hədisdə deyildiyi kimi, məsafələr və zaman yaxınlaşır. Zamanın bu cür sürətlə axması bizə çox mühüm bir həqiqəti xatırladır. Ömür sandığımızdan qat-qat qısadır və bu qaçılmaz son hər saniyə bizə doğru yaxınlaşır. Əgər zaman sürətlənibsə, deməli bizim yaxşı əməllər etmək, tövbə etmək və Allaha yaxınlaşmaq üçün olan vaxtımız da daralır. Bugün qaçırdığımız fürsətlərin sabah bəlkə də heç təkrarı olmayacaq. Əziz izləyicilər, gəlin bugündən etibarən zamanımızı daha bərəkətli keçirməyə çalışaq. Telefonlara ayırdığımız vaxtı azaldıb, sevdiklərimizə, ibadətimizə və ruhumuza vaxt ayırıq. Unutmayın, axan zamanı geri qaytarmaq qeyri-mümkündür. Bəs siz necə düşünürsünüz? Sizə də zaman əvvəlki illərə nisbətən daha sürətli gəlir? Sizcə bunun əsas səbəbi nədir? Fikirlərinizi mütləq şərhlərdə bizimlə bölüşün. Bu cür maraqlı və düşündürücü videoların davamı üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Allah hər birinizin ömrünü xeyirli və bərəkətli etsin. Növbəti videolarda görüşənədək.